Baxdın maral kimi, demədin lal kimi. Baxdın maral kimi, demədin lal kimi. Nə tez uçub getdin, körpə qartal kimi. Ay gözəl, nə tez uçub getdin, körpə qartal kimi. Ay gözəl, süzmə gəl qəmgin, baxışla məni. Küsmüsən ay qız, bağışla məni. Sevənlər arasında söz olar. Günahkar ya dil ya da göz olar. Sevsən ürək, insafa gəl görək. Ay gözəl, sevirsən ürək, insafa gəl görək. Ay gözəl, aylar tez ötüşür, saçıma dən düşür. Aylar tez ötüşür, saçıma dən düşür. Bilmirsən ax tellər, ay qız nədən düşür. Ay gözəl, bilmirsən ax tellər, ay qız nədən düşür. Ay gözəl, süzmə gəl qəmgin, baxışla məni. Gəl görək bülbül, bu gülşəndə nə halım var mənim. Bir gülürəm ayə, bənd olmaq xəyalım var mənim. Mən necə eşq aləmindən əl çəkim səbr eləyib. Naziləmin can alan bir məhcəmalım var mənim. Abalam, abalam, abalam ey. Aşıqa naz eyləyir, nə üçün rəqibə yar olur. Yarıma yetişəlir, ondan sualım var mənim.
insafa gel görək ay gözəl. Sevirsən ürək, insafa gel görək ay gözəl. Sevirsən ürək, insafa gel görək ay gözəl, ay gözəl aley. Kənan Tağzadənin ifasını dinlədik dəyərli qonaqlarımız, xanımlar və cənablar və hörmətli münsiflər heyəti. Görək indi onların fikirləri nə olacaq və neçə balla ifamızı dəyərləndirəcək, hə? Məsum mənim, sizdən başlayaq. Kənan bizim yaxşı ifaçılarımızdan biridir və bugün Segah təsnif oxudu və Mirzə Hüseynin Segahını oxudum. Təbii ki, o müəyyən xırda qüsurlar vardı əlbəttə ki, həyəcanla, müəyyən zəngörlərində də. Amma ümumiyyətcə oxudu, ötəsindən gəldi əlbəttə ki. Mən düşünürəm ki, təbii ki, hər həftə yeni repertuar hazırlayırlar. Uşaqlar üçün biraz çətindir. Amma düşünürəm ki, biraz Kənan çox çalışmaq lazımdır. Yaxşı mı? Və 9 balla dəyərləndirdi. Təşəkkür edirik. Səkinə xanım, siz necə dəyərləndirdiniz balacanın ifasını? Bilirsiniz, balacaların ifalarını mən həmişə yüksək qiymətləndirirəm. Əvvəl ona görə ki, onlar muğama gəliblər, muğamı sevirlər, muğam öyrənmək istəyirlər və hər birinin də fərqli səs tembrləri var bu uşaqların. Yəqin bizim tamaşaçılarımız da eşidirlər və görürlər. Və hər dəfə də başqa-başqa necələr ki, repertuara müraciət edirlər, çünki eləməlidirlər. Çünki rəngarəng olmalı da, təbii ki, və çalışırlar ona. Balaca boylarına görürsən ki, elə muğamlara necələr müraciət edirlər ki, məsələn, mən də fikirləşirdim ki, bu görəsən necə oxuyacaq? Bunun öhdəsindən gələcək, gələ bilməyəcək. Gəlir öhdəsindən. Ümumiyyətlə, balacalarımız oxumağın öhdəsindən gəlirlər. Bir dənə mənim Kənana tövsiyəm, nəfəslərimi düzgün al, oğlum. Bax, o zillərdə görürdün, nəfəsim gedirdi. Çünki dərindən, başlamamışdan qabaq, bax, misranı, dərindən bir nəfəs götürürsən, sonra ifa edirsən ki, tam o sən nəfəsin belə axırda, məsələn, tamaşaçı elə bilir ki, sənin səsin qırılacaq, elə deyil. Başa düşdüyünə, yəni mən nə demək istəyirəm? Yəni, mənim sənə tövsiyəm budur, 9 bal. Təşəkkür edirik. Mələk xanım. Kənan, təbii oxuyursan, təhvil verirsən, az yaşlısan, güzəştlər var. Bunlar öz yerində. Amma tövsiyələr mütləq vacibdir, deyilməlidir. Və o tövsiyələri də siz hər zaman eşidib, yadda saxlayıb və əməl eləməlisiniz. Tövsiyələr elə belə deyilmir ki, qulaq astınız, onlar mütləq əməl olunmalıdır. Məsəl üçün, nəfəs almalar. Nəfəs almalar nəinki oxuyanda? Xeyr, artıq səhnəyə gəlməmiş, hazırlığında nə oxuyacaqsansa, əvvəlcədən o nəfəs almaları sən məşq eləməlisən ki, sən o nəfəsinə görə sən o nəfəsinə arxalanıb oxuyursan, bildin? Sən o nəfəsi əvvəlcədən məşq eləməsən, düzgün nizamlamasan, sən gəlib burada oxuya bilməzsən. Bilirsən, o nəfəsin üzərində qurulur, o diafragmanın üzərində qurulur bütün o ifa, möhkəm ifan. Bu bir. Sonra da sən başdan ayağa, bilirsən, səsin oynayırdı, sən cilovlaya bilmirdin səsini, zili oxuyurdun, belə. Buna da mütləq qulaq as. Bir qulağın tarixəndə olmalıdır. Bunun da öz yeri var. Yəni, bugün təbii ki, sənə də qiymət yazamayacağım. İnşallah qalsın gələn dəfiyə. Təşəkkür edirik. Belə. Çox sağ olun. Vamiq müəllim, nə deyərsiniz ifa haqqında? Kənan çox yaxşı xanəndə olacaq gələcəyinə. Əgər çalışsa, deyilənlərə qulaq assa, bunlar hamısı, muğam oxumaq çətindir. Çox çətin bir janrdır.
Oxudun. Özü ki, adətən bu Mirzəsən Seyyah pərdəsində oxudum. O xaric Seyyah səs imkanına görə. Çünki bunun səsi ki, biraz zildir. Yəni, özünə qürdə elədi ki, mənim səsim zildir. Onu bildik. Yaxşı, səsini, onu eşitdik səsim. O biraz təyin nəfəslik, sən dedilər sənə, o nəfəsini düzgün almamağı, onları məşq eləyərsən, düzəldərsən, müəyyən yeri görsən ki, səsin pərdəyə oturmur, olur, səhnədir, istər-istəməz qulaq asan var, bura, yəni evdə olanda, evdə hamısı deyir ki, məndən yoxdur. Elə ki, səhnəyə çıxdın, səhnə ağırdır, cəmaatın, dinləyicilərin qarşısında oxumaq çox çətindir. Ona görə sən oxudun. Yəni ki, pis doyur, bu Seyyah təsnifi deyil, gözəm. Axırda naha ayaq eləyəndə, o səsi görsədmişdin də, neyinirsən axırda qışqırırsan? Səsi görsədmişdin, o kifayət eləyirdi, elə aşağı səsdə, yəni qutarardın. Belə şeylərə fikir ver oğul. Gələcəyinə yaxşı hazırlaş. Və 9 bala dəyərləndirdiniz. İstəyirdi ki, lap qəşəng oxusun da, bütün istifadə etmək istədi, hə? Səsinin imkanlarından. Nəzakət xanım, siz necə bəyəndiniz? Mən onu qeyd edeyim ki, bu uşaqların üstünə o qədər gəlirik ki, amma Gəncədə biz bunu seçəndə, Vamik müəllim, yadınızdadır, 3-4 nəvə gah tar gəldi, çala bilmədi, getdi, gah kamança gəldi, çala bilmədi, arada özünüz də çaldınız, görsətdiniz. Yəni bunlar... Bir var ki, təhsil almış uşaqları belə üstünə gedirik. Amma bunlar tarkamançasız... Az yaşlıdırlar. Bəli, tarkamançasız ifa eləyirlər. Sulxavo deyirlər də. Xanəndə olmaqdan ötəri bünövrə, mən həmişə deyirəm ki, bünövrə olmalıdır. Bünövrələri düzəldəndən sonra xanəndə olmaq lazımdır. Bu uşaqlar rayonlarda elə olur ki, heç tar kamança ilə ifa etmirlər. İndi gəliblər, indi ustadlarımızın əllərinə nədir, şagirdlər də təhsil alırlar. İndi çox şükür ki, hələ bunları oxuyurlar. Həqiqətən də muğam sənəti çox, bu aləm çox deyərdim, çətin sənətdir. Burada qulaq eşitməlidir, ondan sonra qəzəliyyat var, ondan sonra zəngülələr var, bütün registrdə oxumaq var. Bunlara öz müəllimlərinə, ondan sonra valideynlərinə təşəkkür etməliyik ki, bu sənətə bunları necə deyərlər, davam etdirməyə, necə deyərlər, şövq eləyirlər ki, gedin bu təhsilin dalınca. Allah canlarını sağ eləsin, ustadların da, müəllimlərin də, bu günlərinə də qiymətim təbii ki 9-dur. Təşəkkür edirik. Sərdar müəllim, ifanı necə dəyərləndirirsiniz? Yaxşı dəyərləndirirəm. Çünki əvvəla seçdiyi kompozisiyaya maraqlı idi. Təsnif muğam, təsnif və sesinin rahat yerində ifa elədi. Ona görə bizim qulağımıza bəzi xırda-xırış detonlar olsa da, amma əsasən o öhdəsindən gəldi və maraqlı bir ifa qoydu. Həvəslə oxudu, şövqlə oxudu və bütün bunlar dinləyiciyə təsir edir, xoş təsir bağışlayır. Ona görə onun ifasını mən yaxşı qiymətləndirirəm və 9 göstərirəm. Və 9 balla dəyərləndirdiniz. Təşəkkür edirik. Və hər zaman az yaşlıları müdafiə edən İlqar müəllim. Görək ki, o nə söyləyəcək ifa haqqında? Bir məsələni xüsusi qeyd eləmək istəyirəm. Yəni, ümumi bir məsələdir. Əvvəlki müsabiqələrdə də olurdu. Mənə müraciət eləyirdilər ki, bu necə olur? Münsiflərin biri tənqid eləyir, o birisi tərifləyir, biz hansına inanaq filan. Yəni, bu barədə söhbətlər çox gedirdi. Və mən hər dəfə izah edirdim ki, bunlar az yaşlıdırlar, qüsurları çoxdur. Təbii ki, münsiflərdən biri ikisi o qüsurları deyəndə, bunlarda bir təsirlənmə əmələ gəlir. Ona görə o biri münsiflər sanki bir balaca onlara ürək-dirək vermək üçün artıq müsbət tərəflənir, balanslaşdırılır da. Yəni o qüsuru bir hamımız desək, o uşaq ruhdan düşər, həvəsdən düşər, deyər, heç mən ümumiyyətlə oxumuram filan. O baxımdan bəzən məsəl üçün tənqid olunanda digər münsiflər, biraz siz demişən, o balans yaratmaq üçün ki, ürəkləri sınmasın, biraz tərifləyirlər. Bəzən qüsuru görə-görə, görürsən, onu demirsən, yuxarı qiymət verirsən, çünki səndən
məndən əvvəlkilər deyib, artıq o qüsur bilinir, aşağı qiymət də alıb. Yəni belə məqamlarda biraz bizi də anlamaq lazımdır. Çünki biz də o uşaqların vəziyyətini, istər uşaq olsun, istər yeniyetmə olsun, başa düşürük. Ona görə o variantla istifadə edirik ki, yəni hamı eyni zamanda tənqid eləməsin, hamı eyni zamanda qüsurları deməsin. Bir də ikinci məsələni münsiflərimiz elə bayaqdan qeyd edir, uşaqdırlar, çətin öyrənirlər filan. Bəli, bunlar hamısı məlumdur. Amma burada müsabiqədir axı. Bura gələn adam, istənilən adam bilir ki, o istənilən vaxt çıxa bilər. İstənilən vaxt zəif oxusa gedə bilər. Bu bir. İkincisi, hər həftə kimsə çıxmalıdır da. Biz onda hamıya güzəştə gedək, hamıya yuxarı bal verək və sonra da bizi qınayırlar ki, nə oldu elə hamıya yuxarı bal verirsiniz. Yəni, insan müsabiqəyə gəlirsə, bilməlidir ki, bura yarışmadır. Burada çıxma ehtimalı da var, burada haradasa qırılma ehtimalı da var. Və Mənsum müəllimin həmişə təkrar elədiyi gözəl bir söz var ki, siz artıq bu 20-liyə düşmüsünüzsə, artıq siz qalibsiz. Gəlin alqışlayaq İlqar müəllimin bu fikrini. Təşəkkür edirik. Çünki o 200, 250, 300 adam ki sənəd vermişdi, onların içindən bu 20 nəfər seçilib. Bura düşmək artıq bir qələbədir. Deməli, artıq bir qələbə qazanmışsınız. Ona görə mən düşünürəm ki, heç kim aşağı bal alanda onu ürəyinə salmasın, sıxılmasın. Karyera, həyat, yaradıcılıq yolu hələ qabaqdadır. Bu, onların həyatda qarşılaşacağı sınaqlardan hələ birincisidir. Qarşıda o qədər sınaqlar olacaq ki. Ona görə hər şeyə hazır olun. Çətinliyə də, sıxılmağa da, aşağı qiymət almağa da, tənqidlərə də. O qədər tənqid eşidəcəksiniz ki, hələ paxıllıqdan da deyən olacaq. Bu hələ harasıdır. Ürəklə də deyən o, bu hələ harasıdır, hələ tənqidlər qabaqdadır. Amma bugün yaxşı oxudun, mən də sənə 9 verəcəm. 9 bala dəyərləndirdiniz. İndi görək Kənan balamızın balı nə qədər olacaq? Gəl əzizim. Aha, 54 balla. Təbrik edirik səni. Gözəl bala. Sən yavaş-yavaş dostlarının yanına get.